Salam uşaqlar. Əyləşin. Mən mənlərinizdə salamlayıram. Xoş gəlmişsiniz. Uşaqlar, bizim bir video görüntümüz olacaq. Diqqətli olun, xahiş edirəm. Ekrana baxın. Video görüntümüzə baxacaqsınız və sonra öz fikirlərinizi bölüşəcəksiniz. haqqında nə bilirsiniz? Gördüyümüz kimi şəkildəki Füzuli kantadasını. Dinlədiyimiz musiqi hansı musiqidir? Füzuli kantatası. Füzuli kantatası Məhəmməd Füzulinin hansı qəzəlinə? Hansı? Məni candan saldırdı qəzəlinə həsəl olmuşdur. Yaxşı, mahnı ki səsləmişdir. Cahangirov, bəli. Yaxşı, uşaqlar. Füzuli haqqında nə bilirsiniz? Dahi şahiddən. Romantik şairdir. Romantik şairdir. Bəli. Dilbər?
Filosofdur. Böyük təzə stadır. Mən Azərbaycanı dünyada bizə tanıdan bir şəhər olmuşdur. Aytəkcə şair deyil, həm də humanist insandır. Füzuli Azərbaycanın əvvəl dilinin ədəbisinin banisidir, bəli. Füzuli elə bir ki, insan azadlığını ön plana çəkir. Əsərlərində insan azadlığını ön plana çəkib, bəli. Sonra nə əlavəniz var? Bəli. Azərbaycan yolda azadlıq almışdır. Bəli, Füzuli Azərbaycanı yazmışdır. Yaxşı, Azərbaycan dilini yazmışdır. Bəli, uşaqlar, Məhəmməd Füzuli Azərbaycanı dünyaya tanıtmışdır, dünyanı Azərbaycana tanıtmışdır. Bizim bugünkü mövzumuz Məhəmməd Füzulinin həyat və yaradıcılığıdır. Biz bugün tədqiq edəcəyik ki, Məhəmməd Füzulinin həyat və yaradıcılığını öyrənmək nə üçün vacibdir bizim üçün? Bizim bugünkü tədqiqat sualımız budur. Avropa alimlərinin heyrətlə qərb şairi, şərqdə doğan günəş adlandırdıqları bu böyük sənətkarı siz bugün tədqiq edəcəksiniz. Topladığınız məlumatları burada təqdim edəcəksiniz. Bunun üçün mən sizə iş vərəqləri paylayacağım və siz topladığınız məlumatları bu vərəqlərdə yazacaqsınız. Bu sizin sualınız, uşaqlar. Əsərləri axtarın, bu da sizindir. Liderinizi özünüz seçə bilərsiniz və fərqi yoxdur, lider yazmasa da olar. Özünüz kim əgər yaxşı yazırsa, özü yazar sizə. Uşaqlar, mən sizə dərsliklər... Uşaqlar, bizim tədqiqat sualımızı bizimizlə. Tədqiqat sualımız... Bəli, o tədqiqat sualını mən dilimlərə ayırmışam. Hərənizə bir sual, birinizdə allegorik və əsərləri və poemaları haqqında, digərinizdə bədii nəsl əsərləri haqqında, sizdə lirik əsərləri haqqında, siz isə Füzulinin həyatını tədqiq edəcəksiniz uşaqlar. Mən sizə 15 dəqiqə vaxt verirəm. Məlumat mənbələrinizdə internet məlumatlarından və dərslikdən istifadə etməlisiniz. Sizin kitablarınız var mı? İnternet məlumatlarınız. Ki yoldaşlarınız da gülə bilsin. Elə böyün yazdı ki, Necə? İlbər, biraz böyük yazsa nazir tuta verərəm, yaxşı sizə. Dərsliklərdən istifadə edin, internet vəsaitlərinizdən istifadə edə bilərsiniz.
Sufi görüşləri çoxdur. Sufi görüşləri. Nizami Fars ana dilində. Mən nə deyirəm? Rübayi qəsidə, qəzəldən rübayi. Sıradakı benzetme bu değil. Olduğunu gösterir. İkisində qadın hüquqsuzluğu gelir orada. Qadın hüquqsuzluğu. Dövrün listəsi. Görsün qadın hüquqsuzluğu. Ayaz Emiliya. Ama bilmiyorum. Hikaye alalım. Yok, teşekkür ederim. Aynı. Min.
Uşaqlar azaldıraqda istəyir. Uşaqlar, vaxtınız bitir. Təqdimatları bura. Hazırsınız? Uşaqlar, yolda tutardı, yolmalıdır. Digər qruplar. Digər qruplar təqdimatlarınızı təqdim edirsiniz. Tabii görüşürüz. İnşallah öylesiniz. Təqdimatları bir-bir təqdim edəcəyik. Bir-bir lövhədən asıb, bir-bir təqdim edəcəyik. Birinci, Məhəmməd Füzulinin həyatı Hünər qrupu öz təqdimatını edəcək. Liderimiz Elnur'dur. Diqqətlə qulaq asın. Əgər Elnur'un təqdimatında boşluq yaranarsa, siz əlavə edə bilərsiniz və yaxud da sual verə bilərsiniz yoldaşınıza. Ona görə diqqətli olun. Buyurun, istifadə edə bilərsən bundan. Məhəmməd Füzuli Süleymanoğlu 1494-cü ildə Bağdad şəhərinin yaxınlığında Kərbəla şəhərində olmuşdur. O ilk təhsilini Ümumi mədrəsədə almışdır və mədrəsədə aldığı təhsil nəticəsində həm dini, həm də dünyəvi elmlərə dərindən bərabər olmuşdur. Onun adının əvvəlində o vaxtın uzaqgörən şair, o vaxtın böyük şairlərindən verilən Mövlana tutulu istifadə olunurdur. Füzuli yaşadığı illərdə Kərbəla və Bağdad şəhərləri ilk öncə Ağ qoyunlarının, sonra Səfəvlərin, sonra isə Osmanlıların olmuşdur. Füzuli Səfəvlərin dövründə daha sakit yaradıcılığa üstünlük vermişdir. Həmin dövrdə Türk divanını yazmışdır Səfəvlərin dövründə. Əlimizdə olan məlumatlara görə Füzulinin tarix haqqında olan məlumatlara görə oğlunun adının Fəzli olması idi. O, Nizami kimi bütün əsərlərinin qalanında oğluna nəsiyyət yazmamış və ayrıca Fəzliyə nəsiyyət adlı bir əsər yazmışdır. O, 1556-cı ildə tam xəstəliyi nəticəsində ölmüşdür, vəfat etmişdir. Füzuli 16-cı əsrin 40-cı illərində Leyli və Məcnun poeması üçün Osmanlı dövləti tərəfindən ona kəsilmiş 9 axçı əsərin təqaüdünü ala bilmədiyinə görə o şikayətnamə əsərində acı-acı görmüşdür Osmanlı dövlətinin hakimiyyətinə. Sizin təqdimatınız bu qədər. Uşaqlar, qrup üzvləri, əlavəmiz var mı? Buyur. Bayat tayfası Türk qəbilələri arasında sazla sözlə bağlı olan bir toplum kimi tanınmış, hətta özlərinə poetik bir janrda yaratmışlar. Azərbaycanın söz sənətinin beşik başında duran Böyük Dədə Qorqudun özünün də Bayat boyundan çıxdığı kitabı Kitab Dədə Qorqud müqəddəməsində qeyd edilmişdir. Əyləş, çox sağ ol. Buyursun. Məhəmməd Füzulinin atası. Bəzi məlumatlara görə Məhəmməd Füzulinin atası Süleyman İraqa Azərbaycanın Əriş mahalından köçmüşdür. Sonralar onun oğlu Fəzli Ərişə dönərək orada yaxın qohumlarının yanında yaşayır. O burada özünün alimliyi ilə geniş şöhrət tapmışdır. Çox sağ ol, Əyləş. Sual olan var mı digər qruplar? Buyur. Füzuli hansı dildə yazmışdır? Füzuli 3 dildə yazmışdır. Türk, ərəb və fars dilində. Ən çox türk dilində üstünlük vermişdir. Çox sağ ol, Elnur. Əyləş.
digər qrup Füzulinin allegorik əsərləri və poemalar haqqında dəyər qrupu qalsın. Gəl, sən. Sən başla. Bizdə yazıları Məhəmməd Füzuli yazıları hələ Eşən Mədrəsə oxuyarkən başlamışdı. Onun ilk qələmə aldığı əsərlər Aşiqənəz qəzəllərdir və onlardan Söhbət Əsmə və Bəncübadə ilk əsərlərindən biridir. O, həmçinin Leyli və Məcnun əsəri Məhəmməd Füzulinin zirvə əsərlərindəndir. Leyli və Məcnun əsəri Rum zəriflərinin xahişi ilə Sultan Süleymana həsr edilmişdir. Leyli və Məcnun Məhəmməd Füzuli bütün əsərlərini Azərbaycanda yazmışdır, lakin 7 cam əsərini isə yalnız fars dilində yazmışdır. Deməli, Leyli və Məcnun əsəri 1536 və 37-ci əsərlərdə yazılmışdır. Biz bildiyimiz kimi Leyli və Məcnun həm Məhəmməd Füzuli, həm də Nizami Gəncəvi yazmışdır. Biz ona ortaq xüsusiyyətlərə və fərqli xüsusiyyətlərə aid etmişik. Məhəmməd Füzuli fars dilində, ana dilində yazmışdır Leyli və Məcnun, lakin Nizami Gəncəvi fars dilində yazmışdır. Nizami Gəncəvində sufi görüşlər daha çoxdur. Füzulidə sufi görüşlər daha çoxdur, Nizamidə isə sufi görüşlər azdır. Məhəmməd Füzulidə Leyli və Məcnunun ölümü inandırıcıdır, lakin Nizamidə isə inandırıcı deyil. Füzulidə lirik əsərlər daxil etmişdir Füzuli Leyli və Məcnun əsərindən, lakin Nizami Gəncəvi isə az daxil etmişdir. Həmçinin Füzulidə Nizami Gəncəvidə ilahi məhəbbətdir, lakin Nizamidə isə real məhəbbətdir. Füzuli Rübai, qəsidə və sair digər janrlarda yazmışdır, janrda istifadə etmişdir. Nizami isə istifadə etməmişdir. Ortaq xüsusiyyətləri isə hər iki şair Əruz vəzninin Həzaz bəhrində yazmışdır. Hər iki şairin əsəri ərəb əfsanəsidir. Hər iki əsərin sonu hicranla bitir. Hər ikisində qadın hüquqsuzluğu işıqlığı görür. Hər ikisində şəxsin azadlığına qeyri-sağlam baxışlar tənqid edilir və hər ikisində dövrün sifətindən doğan kədər ifadə olunur. Çox sağ olun. Mən sizin sualınız Məhəmməd Füzulinin allegorik əsərləri və poemalar. Siz poemalar haqqında məlumat verdiniz. Allegorik əsərləri haqqında bəs qrup üzvləri? Buyur Səma. Şair əsasən Söhbət Əsmar, 7 cam, Sənət və Mərəz adlı əsərlərində bunlar allegorik məzmun daşıyır və şair dövrünün mühüm hadisələrinə münasibətini bildirmişdir. Əsasən Bəncübadə poemasında qardaş qırğınına səbəb olan burada nifrətini və qəzəbini bildirmişdir. Bəncübadə poeması, Söhbət Əsmar poemasında isə əsasən dikbaş adamları, lova adamları tənqid eləmişdir. 7 cam poemasında isə fars dilində yazılmışdır və söz başlarını Əks etdirmişdir. Əyləş. Sualımız yoxdur ki, yoldaşınızsa uşaqlar. Digər qruplar sualımız var mı? Yoxdur. Demək sizi tam qane eləyib İmranın təqdimatı. Buyur İmran. İndi Şərəf qrupu siz təqdimatınızı edəcəksiniz. Buyur. Füzuli Azərbaycan dili nəslinin təməli və böyük sənətkardır. Həm fars, həm ərəb, həm də türk dilində məsələlər yazmışdır. Füzulinin əsərlərindən ikisi anlatmaqdadır. Şikayətnamə və Həqiqət Füsuada. İbn Zahid və Səhət və Mərəz isə fars dilində yazdığı nəsl əsərlərindəndir. Şikayətnamənin ikinci adı Nişançı Paşa məktubdur. O Nişançı Paşa məktubdur. Burada Sultan Süleyman Qanuni ona ayda 9 axçı təqaüd ayırır
Füzuli vəqf idarəsinə gedərkən məmurların baxışları soyuq, ürəkləri zehirli ilə dolu olur və şairi incədərək onu təqaüd edirlər. Buna görə şair nişançıbaşıya şikayət olaraq salam verdim, müşfəq deyildir deyə almadılar. Hökm göstərim faydasızdır deyə mültifat olmadılar deyə şiir yazmışdır. Daha sonra şairin məmurlarla söhbəti diyalog şəklində verilir. Əsərin sonunda isə şairin çox peşmanlığa qayıtmasına bəhs olunur. Bu əsərdə əsərin sonunda çox peşmanlığa qayıtmasına bəhs olunur. Yüksək dəbdəbəli üsulda yazılmış əsərin dilgəli və çətindir. Əsərdə kiçik şeir parçaları da vardır. Səhər və mənəz allegorik məzmun daşıyır və tibbi görüşlər əks etdirir. Şair burada ailə və cəmiyyət arasında olan oxşarlıqdan bəhs edilir. Ürək şəhərinə çağırılan məclisdə Səfra, Sevda, Bəlham və qan kimi mühafizələr bir-bir öyrək daha vacib olduqlarını söyləyirlər. Nəticədə insan bədəni xəstələnir və ölür. Səhər və mənəz müzahid əsəri iki insanın dünyaya fərqli baxışından bəhs edir. Əsərdə ata ilə oğlun münasibətlərdə bəhs olunur. Burada Rindus surəti ata, zahid surəti isə oğuldur. Ata oğula bilik qazanmasını, sırada yaşamasını söyləyir. Oğul isə atanın təklifini rədd edir və sırada yaşamaq üçün bilik qazanması savadsızlamaq dair. Çox sağ olsunlar. Qrup üzvləri əlavəmiz var mı? Buyur. Qafiyəli nəsr əsərlərindən biri də şikayətnamədir. Ədəbiyyatımızda satirik nəsr əsərləri Əsasını qoymuşdur. Təranə buyur. Müşfiqdə Qur'anın müqaddəsi nəsrlə yazılır. Leyli və Məcnun əsərinin müqaddəsi nəsrlə yazılır. Çox sağ ol. Buyur. Məsələn, etibar əsəri ərəbcə yazılan nəsr əsəri. Ərəbcə yazılan. Həm də nədir? Fəlsəfi traktatdır. Əyləş. Əlavə, sualınız var mı soruya? Digər qruplar? Yaxşı, keçəylər. Çox sağ ol sonra. İdrak qrupu. Sizin təqdimatınız olacaq indi. Buyurun mövqüyə. Belə. Azərbaycan ədəbiyyatında qəzəl janrının ustadı Füzuli sayılır. Füzuli qəzəllərin əsas mövzusu məhəbbət təşkil edir. Ancaq Füzuli məhəbbəti bu duyğu barədə bizim anlayışlarımızdan bir qədər kənara çıxır. Lirik şeirləri və əruz vəznindədir. Şair ümumi sayılımında çox olan qəzəl qəsidə yazmışdır. Qəzəldir şavbəxt əhli nəzər, qəzəldir güllü büstanı hünər, qəzəl bildirir şairin hüccətin, qəzəl artırır nazimin hikmətin, qəzəl dini məşhuru divan olar, oxumaq da, yazmaq da asan olar. Şairin qəsidələrinin çoxu ictimai məzmundadır. Füzuli hər üç dildə qəsidə yazmışdır. Füzulinin Azərbaycan dilində yazdığı qəsidələri üstünlük təşkil edir. Qəsidələr bədii səviyyəsi və dərin fəlsəfəsi ilə qələmə alınmış su, qələm, xəncər, gül, eylər rədifli qəsidə həm
Qitələri haqqında məlumat ver. Dövrlərin evlərin tənqidinə aid hissələr Qitə haqqında. Qitə haqqındadır. Tənqidinə aid. Yaxşı, siz qitəni deyəsən tədqiq eləməlisiniz, ancaq qəzəl və qəsidələri məlumat toplayıb, qəzəl qəsidə haqqında məlumat verirsiniz. Əlavə, bəli, buyur. Füzulinin hədisi ərəbiyyə 40 hədis adlı tərcümə səhifələrdir. Tərcümə hədislərdir və təşəkkürlədir. Çox sağ ol. Digər əlavə, həmin buyur. Füzulinin Ən-Nüsul-Qərb adlı məşhur qəsidəsində əxlaqi tərbiyəli fikirlər öz əksini tapmışdır. Şairin farsça yazdığı bu qəsidə Xaqaninin qəsidə şiirliyə əsərinə cavab olaraq yazılmışdır. Çox sağ ol, əyləş. Yaxşı. Digər qruplar, sualınız varmı? Sualınız yox. Buyur, Aytəkin. Füzuliyə ən çox şöhrət qazandıran hansı əsər? Azərbaycan dilində yazılmış qəzəllər və Leyli və Məcnun poeması. Bəli, düzdür. Yaxşı, siz lirik əsərlərini tədqiq eləmişsiniz, uşaqlar. Yaxşı, bir qəzəl deyə bilərsinizmi? Yaxşı, kim qəzəl deyə bilər? Deyiləm, buyur anar. Əgər yar olsaydı, tərk ixtiyar etməzmidim. İxtiyar olsaydı, rahat ixtiyar etməzmidim. Ləhsə-ləhsə surətin görsəydim o şirin ləbin, sən kim ey bu üstün, mənəm qərar etməzmidim. Nişə məhrum eylədin şəmi, məni məhrum edib. Mən sənin bəzmində can nəddin nisar etməzmidim. Dərdimi aləmdə pünan tutduğum naçar mıdır? Uğrasaydım bir təbibə aşkar etməzmidim. Yar ilə əğyarı həmdəm görməyə olsaydı səbir, tərk-i qürbət eləyim, əzmi diyar etməzmidim. Vaizin küfrün mənim rüsvalığımdan qiyas, onda sidik olsaydı, mən təqvə şüar etməzmidim. Ey Füzuli, dağı hicran yanmış könlümü, lalələr atsaydı, seyri laləzər etməzmidim. Çox sağ ol. Çox sağ ol, ana. Afaq, əyləşdirlərsən sən də. Mənim sizə sualım var. Keçərlərsən. Deməli, lirik əsərlərinin məzmununu tədqiq edən qrup. Siz qəzəl, qəsidədən başqa Məhəmməd Füzulinin hansı janrlarda yazdığı şeirlərdən xəbəriniz var? Ümumiyyətlə, qəzəl və qəsidədən başqa hansı janrlarda yazır? Tək bu iki janrda yazmayıb ki? Deyə bilərsinizmi? Qrup üzvləri. Afaq, buyur. Qəzəl, qəsidə, rübai, tərkibən, mürəbbi və bu janrlarda yazmışdır. Əyləş, Anar, sən deyəsən əlavə var. Qəsidədə ərəb, fars və türk dillərində yazılmışdır. Bəli, ərəb, fars və türk dillərindən ibarət qəsidələr divanı vardır. Yaxşı, uşaqlar, biz bugün tədqiqat sualımız da belə idi ki, Məhəmməd Füzulinin həyat və yaradıcılığını öyrənmək nə dərəcədə bizim üçün vacibdir. Biz bugün öyrəndik ki, Məhəmməd Füzuli 3 dilli sənətkardır. Ərəb, fars və türk dillərində yazmışdır. Həm epik, həm lirik növdə yazmışdır. Həm nəsrlə, həm nəzmlə yazmışdır. Qəzəl janrının ustadıdır. Yaradıcılığının əsasını türk divanı, divanın əsasını isə qəzəllər təşkil edir. Azərbaycan ədəbiyyatında Leyli və Məcnun əsərini yazan çox 150-yə qədər şairlərimiz var. Amma içinin ən böyük zirvəsi Məhəmməd Füzulinin yazdığı Leyli və Məcnun əsəridir. Leyli və Məcnun əsərinin dibaçəsini və türk dilli divanın farsça yazdığı divanın da dibaçəsini Məhəmməd Füzuli elmi nəzəri səciyyə daşıyan nəsrlə yazmışdır. Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatında ana dilli bədii nəsrin əsasını qoymuşdur. Allegorik poemanın əsasını qoymuşdur. Bəli, Məhəmməd Füzulidən əvvəl də bədii nəsr nümunələri yazılmışdı, ancaq ana dilimizdə yazılmamışdı. O, qəzəl, qəsidə, rübai, qitə, mürəbbi, müxəmməs, müsəddəs, tərkibən, tərcibən,
rübai, bir sıra janrlarda şeirlər yazmışdır. O, Nizamidən fərqli olaraq öz Leyli və Məcnun əsərində demək olar ki, bütün janrlardan istifadə etmişdir. Tək məsnəvi janrından yox, bütün janrlardan istifadə etmişdir. İnşallah, Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatının Nizamidən sonra yetirdiyi ikinci ən böyük dahi, mütəfəkkir, söz ustadıdır. Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatında ikinci Azərbaycan ədəbi məktəbinin yaradıcısıdır. 16-cı əsrin 40-cı illərində indiyədək Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatı, Məhəmməd Füzulinin yaradıcılığı, əsərləri işığında yazılır, sevilir. Və indiyədək də bizim alimlərimiz Məhəmməd Füzulinin əsərlərini tədqiq edirlər və o əsərlər əsasında elmi əsərlər yazırlar. İnşallah, mən qiymətləndirməyə keçmək istəyirəm. Bunu götürmüşəm. Deməli, mən birinci Hünər qrupunun qiymətini vermək istəyirəm. Hünər qrupu fikrin ifadəsinə görə mən sizə 5 verirəm. Problemin həlli, bəli, siz tam Məhəmməd Füzulinin həyatını tam tədqiq elədiniz, mən sizə yenə də 5 verirəm. Əməkdaşlığınız 4. Biraz anar pasiv iştirak elədi əməkdaşlıqda. Şərəf qrupuna isə Suğragilə mən fikrin ifadəsinə sizə də 5 verirəm. Tam əhatə elədiniz. Problemin həllini də tam əhatə elədiniz. Əməkdaşlığa amma yox, əməkdaşlığa 4. Əməkdaşlığınız xoşum gəlmədi əməkdaşlığınızdan. İdraç qrupu fikrin ifadəsi biraz həyəcanlı idin sən. Ona görə də mən sizə fikrin ifadəsinə 4 verirəm. Problemin həlli də sizə 4. Əməkdaşlığınız da 4. Mən sizdən bir neçə qəzəl qəsidə deməyinizi istəyərdim ki, siz deyəsiniz. Amma sizin əvəzinizdə həyatını tədqiq edən qrupdan Anar qəzəl verdi. Ona görə sizin qiymətiniz biraz aşağı düşdü. Əməkdaşlığınız da xoşuma gəlmədi. İlkin, Üzeyir çox pasiv iştirak elədiniz. Dəyər qrupu, siz super. Sizin bütün qiymətləriniz, fikrin ifadəsi də, problemin həlli də, əməkdaşlığınız əla. 5 hamısı. Çox sağ olun. Sinif nümayəndəsi kimdir? İbrahim, bugün dərsə kim gəlməydi? Dərsdə həmin Fərəş şahid. Fərəş iştirak eləmiş, çox sağ ol, əyləş.